İçərisi rəhmət və bərəkətlərlə dop-dolu olan, Allahın rəhmət və lütflərinin üzərimizə sanki yaz yağışı kimi yağdığı çox qiymətli Ramazan ayı içərisindəyik. Rəbbimiz Qur'an-ı Kərimdə Ramazan ayı və Ramazan orucunun hökmünü bəyan etdikdən dərhal sonra diqqətimizi cəlb edən çox mühüm bir həqiqət xatırladılır. Dua həqiqəti. Allah Cəllə Cəlaluhu buyurur, Estağfirullah. Və izə səələkə ibadi anni fə inni qarib. Ucibu də'vətəd da'i izə da'an. Fəlyəstəcibu li vəlyu'minu bih ləalləhum yərşudun. Ey Rasulum, qullarım səndən məni soruşsalar, bilsinlər ki, mən onlara çox yaxınam. Mənə dua edən kəsin duasını qəbul edərəm. Elə isə onlar da mənim çağırışıma cavab versinlər və mənə layiqincə iman etsinlər ki, doğru yola yönəlmiş olsunlar. Bu ayət kəlmə bizə açıq şəkildə göstərir ki, Ramazan duanın zirvəyə çatdığı bir vaxtdır. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm Ramazan ayında digər zamanlardan daha çox dua və zikir edər, ümmətini də buna təşviq edərdi. Bu mənada Allah Rəsulü buyurur ki, sallallahu aleyhi və səlləm, Ramazanda 4 xüsusiyyəti çoxaldın. Bunlardan ikisi ilə Rəbbinizi razı salarsınız. İkisi isə sizin çox ehtiyacınız olan şeydir. Allahı razı edən iki əməl kəlmə-i şəhadət gətirmək və istiğfar etmək, yəni ondan bağışlanma diləməkdir. Sizin çox ehtiyac duyduğunuz iki əməl isə cənnəti istəmək və cəhənnəmdən Allaha sığınmaqdır. Bu hədis bizə Ramazanın mənəvi yol xəritəsini göstərir. Dilimizi zikirlə, qəlbimizi istiğfarla, ümidimizi cənnətlə, qorxumuzu isə cəhənnəmdən Allaha sığınmaqla diri tutmaq, canlı tutmaq. Allah Resulü sallallahu aleyhi və səlləm oruclunun duasının qəbul ediləcəyini müjdələyərək buyurur ki, 3 nəfərin duası geri çevrilməz. 3 nəfərin duası geri çevrilməz. İftara qədər oruclunun duası, ədalətli rəhbərin duası və məzlumun duası. Bir düşünək, oruclu insan gün boyu Allah üçün ac qalır. Allah üçün nəfsini susturur, qəlbini Allaha yönəldir. Belə bir halda ikən edilən dua əlbəttə Allahın izni ilə qəbula layiqdir. Məhz bu səbəbdən Peyğəmbərimiz sallallahu aleyhi və səlləm xüsusilə iftar anını, sahur və səhər vaxtlarını dua ilə keçirmiş və bizlərə də bu vaxtların qədrini, qiymətini bilməyi tövsiyə etmişdir. Yəni Allah Resulü sallallahu aleyhi və səlləm buyurur ki, oruclunun iftar edərkən etdiyi dua geri çevrilməz. Başqa bir rəvayətdə isə Peyğəmbərimizin və sahabələrdən Abdullah İbni Amrın radiyallahu anhın iftar vaxtı belə dua etdiyi nəql olunur. Allahım, səndən hər şeyi əhatə edən mərhəmətinlə günahlarımı bağışlanmağını diləyirəm. Allahım, səndən hər şeyi əhatə edən mərhəmətinlə günahlarımı bağışlamağını diləyirəm. Bu dua iftar anında qəlbimizin hansı halətdə olmasını, hansı halda olmasını, necə bir qəlb ilə Allaha yönəlməyimizi bizə öyrədir. Şükür, tövbə, ümid və gözyaşı. Sahur və səhər vaxtları isə Ramazanın ən sirli anlarıdır. Allah Resulü sallallahu aleyhi və səlləm buyurur ki, bir hədis şərifində, Təsəhhəru fə innə fis-səhuri bərəkətən. Sahura qalxın, mütləq ki, sahurda bərəkət vardır. Yenə Peyğəmbərimiz sallallahu aleyhi və səlləm buyurur ki, Rəbbimiz hər gecə, gecənin son 1/3 daxil olduğu zaman, keyfiyyəti təbii ki, bizə məchul bir şəkildə dünya səmasına enər və buyurar. Mənə dua edən varmı, duasını qəbul edim? Məndən istəyən varmı, istədiyini verim? Məndən bağışlanma diləyən varmı, onu bağışlayım? Bu ilahi çağırış, bu rəhmət qapısı, bu məğfirət dəvətidir.
Bu məğfirət və bağışlanma dəvəti Ramazan gecələrində bizləri gözləyir. Elə isə bu mübarək ayda dualarımızı artırmalı, zikirlərimizi çoxaltmalı, tövbələrimizi dərinləşdirməli, qəlbimizi Allaha tam bir şəkildə açmalıyıq. Çünki Ramazan dua ilə yüksələn, zikr ilə saflaşan, tövbə ilə dirilən qəlblərin ayıdır. Allah bizləri Ramazanın qədrini bilən, duaları qəbul olunan, bağışlanan və ilahi yaxınlığa qovuşan qullardan etsin. Amin, amin.